Salam millət, hər vaxtınız xeyir. Bu videoda sizlərə top 5 ən yaxşı ön satış saytlarını göstərəcəm. Videomuza keçməzdən əvvəl bildirim ki, bu videoda göstərəcəyimiz heç bir şey yatırım tövsiyəsi deyil. Sadəcə sizlər üçün seçdiyim və bir neçə aydır ki, artıq aktiv olaraq işləyən ön satış proyektlərini göstərəcəm. Yeni çıxmış proyektlər deyil bunlar. Bir çoxunun da kanalımızda videosu var və dünyada belə deyim məşhur olan proyektlərdir. İlk proyektin adı Solo AI-dır. Bilməm indi bunun kanalımızda videosu var ya da yoxdur. Ancaq 3-4 aydır ki, artıq piyasada olan bir ön satış proyektidir. Kısaca bütün proyektlərə göz gəzdirək və burada saytın içərisi belədir. Tokenomik bölməsidir. Toplam 1 milyard coin buraxılıb, 36% ön satış üçün ayrılıb. Daha sonra nələr var və 20% staking üçün ayrılıb. Digərlərini demirəm, sizlərə vacib olanları deyirəm. Yol xəritəsi də burada görürsünüz. Qısa olaraq yazıblar yol xəritəsini. Buy Lu AI coinlərinin qısaca adı budur. Buy-a tıklayırıq. Biz bura sağ üst bölmədən öz kaşlokumuzu bağlayırıq. Bütün ön satış proyektləri, yəni 99% belə işləyir. Əvvəlcə öz kaşlokumuzu bağlayırıq. Daha sonra isə buradan nə qədər coin almaq istəyiriksə onu seçirik. Hansı coinlə almaq istəyiriksə onu da seçə bilərik. Ethereum və ya BSC. Balansımızda hal-hazırda bu qədər BNB var və bu qədər BNB qarşılığında bu qədər Lu AI coin'i əldə eləyə bilərik. Həmçinin burada bizə bonuslar da verir. 200 dollarlıq coin alsaq 5%, 500 dollarlıq alsaq 7, 1000 dollara 10, 2000 dollara isə 15% ekstra coin verir. Referans sistemini də burada görürsünüz. 12 və 8% toplam 20%lik referans sistemi mövcuddur. İkinci proyektimiz Rabiti AI-dır. Bu da YouTube'da bəlkə də bir çoxunuzun qarşısına çıxan bir proyektdir. Bir neçə aydır ki işləyir. Almaq üçün yenə də biz bura öz kaşlokumuzu bağlayırıq. Daha sonra nə qədər coin almaq istəyiriksə onu seçirik. 0.05 Ethereum qarşılığında bu qədər coin almış olacaq və həmçinin eyni bonus hissəsi burada da var. 250 dollarlıq alsaq 5% və 2500 dollara 15%lik bonus verir. Çox böyük bir proyektdir. 35% ön satış, 15% staking, 15% airdrop yaxşı bir proyektdir. Və daha ətraflı özünüz baxa bilərsiniz. Mən qısaca hamısını keçəcəm ki, hamısına vaxt çatsın. Bir növbəti proyektimiz Aurel One-dır. Yenə də deyirəm, bu da yaxşı bir proyektdir. Sayt içərisi belədir. Burada white paperlarına falan baxa bilərsiniz. Videonun altına lazımlı linkləri qoyacağam. Token məlumatları, yol xəritəsi. Yol xəritəsini də özünüz diqqətlə oxuya bilərsiniz. Hansı coin'i bəyənsəz onu girib əvvəlcə araşdırın. Daha sonra isə alsaz da az miqdarda alın. Böyük yatırımlar risklidir. Düzdür, böyük yatırımların qazancı da böyük olur, amma riski də çox olur. Bunu unutmayın. Yenə də buradan biz öz kaşlokumuzu bağlayırıq. Daha sonra nə qədər coin almaq istəyiriksə onu yazırıq. Buradan biz bir çox coin qarşılığında bu coin'i əldə edə bilərik. BNB 0.5 BNB qarşılığında 229.500 Dulum coin'i əldə eləyə bilərik. Növbəti coinimiz Solanax-dir. Əminəm ki, bunun da adını artıq eşitmisiniz. Proyektdə qısaca beləcə nəzər yetirək. Yol xəritəsi və daha çox proyekt məlumatları bizi qarşılayır. Soldex alım bölməsinə klikləyirik. Və burada belə bir ön satış panosu bizləri qarşılayır. Hansı coin qarşılığında almaq istəyirsə onu seçirik. USDT sayt xəta verdi. Böyük ehtimal Azərbaycan dilinə çevirdiyimə görə belə olur. 100 Solana bir daha bəxtimizi sınayaq. Aha, indi işlədi. 50 Solana qarşılığında bu qədər coin əldə edə bilərik və bonus bölməsi də yenə də burada işləyir. 250 dollara 5%, 2500 dollara 15%. Artıq bir çox ön satış proyektləri məhz bunu eləyirlər.
Məncə çox yaxşı bir sistemdir bu. Həmçinin burada da 17%lik bir referans bölməsi var. Həmçinin proyektin öz içərisində biz borsa kimi də istifadə edə bilərik dostlar. Bir çox burada gördüyünüz coinləri, hətta yüzlərlə, bəlkə 1000 dənə burada coin var. Bunların rahat bir şəkildə alım satımlarını eləyə bilərsiniz. İndi isə növbəti və ən sonuncu ön satışımıza keçək. Bu da Nextchain-dir. Əminəm ki, bir çoxunuzun qarşısına çıxıb. Hal-hazırda ön satışların 8-ci turundadır və bu proyektdə də belə deyim, məlumatlar bitmir ki, bitmir. Yəni doludur burada məlumatlar, hamısını oxusaz, yəni yarım saatdan çox vaxt gedər bu proyekti tam incələməyə. Tokenomika bölməsinə baxaq. 20% ictimai, 17% xəzinədarlıq, 15% ekosistem, 10% komanda, 8% likvidite, 7% şəxsi, 7% mükafatlar, coinlərin 6% yanacaq, 5% toxum və 5% də marketinq üçün ayrılıb. Liderlik komandası, yol xəritəsini də diqqətli bir şəkildə incələyə bilərsiniz. Hal-hazırda baxın, bu qara olan bölmə davam eləyir. Bu yuxarıdakı bölmələr artıq tamamlanıb. Növbəti bölmələrdə də bizi airdroplar, burada görürsünüz artıq CEX listələmələri falan. Özünüz diqqətli bir şəkildə hamısını oxuya bilərsiniz. Dediyim kimi böyük bir sistemdir. Bu proyektin də çox yaxşı bir yapay zəkası var. Yəni bu proyektin sahibləri bu proyektə həqiqətən də böyük önəm verirlər. Buradan bütün məlumatlara özünüz ətraflı bir şəkildə baxa bilərsiniz. Necə ala bilərik? Gəlin buna baxaq. Prese ilə qoşulun bölməsinə klik eləyirik. Həmçinin bu proyektdə bu yuxarıda Binex 15 kodunu istifadə eləyərək biz 15% coin bonusu qazana bilərik. Tutaq ki, $100 coin almaq istəyiriksə, bu koddan istifadə edərək alsaq bizə $115 coin verəcək. $1000 alsaq isə $150. Məncə heç də pis deyil. Baxın, buradan biz hansı coinlə almaq istəyiriksə əvvəlcə onu seçirik. Deyəlim ki, USDT ilə almaq istəyirik. $500 yazırıq və $500 qarşılığında 16129 Nextchain kodu Nextchain coin'i əldə eləyə bilərik. Burada biz bu kodu yapışdırsaq 15% ekstra coin əldə eləyə bilərik. Bu nədir dostlar? Burada biz öz Gmailimizi yazaraq 10% də ekstra coin əldə eləyə bilərik. Bunu mən həqiqətən də indi gördüm. Yəni toplam 25% ekstra coin biz əldə eləyə bilərik. Daha sonra burada bizi referans sistemi qarşılayır. Videonun altına istəsəz bütün saytların onsuz linklərini qoyacağam. Rahat bir şəkildə girib incələyə bilərsiniz. Liderlik bölməsinə baxın dostlar. Ən çox burada bu coin'i alan insanları göstərir və ilk insan 55.000, yəni demək olar ki $56.000 coin alıb ön satışa daxil olub. İkincisi $30.000, sonra 28.000, 26.000 və 17.000 qədər, yəni və daha da aşağısı gedir. See all investorsa tıkladıqda ilk 100 və ya 1000-i biz görə bilərik. Referrals bölməsinə daxil olaq. Mənim də burada 2 dənə kiçik referansım var. Buradan mənə $6 da bonus gəlib. Minimum $30 olduqda biz bu bonusları öz kaşlokumuza çəkə bilərik. Bunu və ya burada Convert to Next eləyərək həm bunların öz coinlərini çevirə bilərik, həm də USDT olaraq öz kaşlokumuza çəkə bilərik. Liderlərə baxdıq. Claim token ön satışlar bitdikdə bizim burada coinlərimiz görünəcək. Hal-hazırda 8-ci raunddadır və bir Nextchain coin'in qiyməti 0.031 sentdir. Toplam yəqin ki 10 stage olacaq, 10 urvin olacaq, yəni dəqiq bilmirəm, yəni bunu açır, ancaq çox vaxt 10 round olur. 10 rounddan sonra artıq coin listələnir. Dediyim kimi tam dəqiq bilmirəm. Yenidən sayt içərisinə qayıdaq. Bu
hissələrdən proyektlə bağlı məlumatlara baxa bilərsiniz. Görürsünüz ki, yəni doludur. Light paperlər, white paperlər və sənədlər, Gitbook, token genişləndirmələri, ekosistem. Ancaq məlumat yer alır proyekt içərisində. Coin-i həmçinin almaq da çox rahatdır. Bunu sizlərə göstərdim. Başqa nəyi göstərə bilərəm bu proyektlə bağlı, onu düşünürəm hal-hazırda. Burada proyektin ortaqları, işbirlikçiləri var. Gördüyünüz kimi hamısı da dünyaca məşhur firmalardır. Coin-in qiymət qrafikasını bizlərə göstərir. 0.01-dən çıxıb ilk raundda, 8-ci raundda, yəni hal-hazırki raundda qiyməti budur. 9-da bu olacaq və listələmə qiyməti isə 30 sent olacaq. Belə bir şey olsa, biz hal-hazırda bu coin alsaq 10x etmiş olacaq. Təbii ki, bunun qarantiyası yoxdur. Amma ümumi olaraq götürsək dostlar, proyekt çox yaxşıdır, çox qəşəng bir proyektdir. Yenə də bir daha videonun sonunda sizlərə bildirmək istəyirəm ki, bu videoda göstərdiyimiz heç bir proyekt, heç bir məlumat, yatırım tövsiyəsi deyil. Sadəcə sizlərə öz bəyəndiyim ön satış proyektlərini göstərmək istədim. Yenə də hər hansısa bir sualınız olsa, videonun altında mənə yazaraq soruşa bilərsiniz. Başqa videolarda görüşərik. Sağ olun.